Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli radio dinləyicilərimiz. Dağıstan radiosu ilə Azərbaycan dilində xəbərlər buraxılışına başlayırıq. Mikrofon qarşısında jurnalist Firuzə Şərifova, rejissor pultu arxasında Minə xanım Mamayeva. Xəbər verdiyimiz kimi Respublika rəhbəri Ramazan Abdulatipov Dağıstan rəhbəri nəzdində Rusiya Federasiyası prezidentinin 2012-ci il 7 may tarixli 596, 602, 606 nömrəli fərmanlarında nəzərdə tutulmuş məqsədli göstəricilərin təmininin monitoringi üzrə komissiyanın müşavirəsini keçirib. Abdulatipovun sözləri ilə müvafiq fərmanlar Rusiya cəmiyyətinin əksər sahələrinin islahatında mühüm rol oynayır, əhalinin müxtəlif təbəqələrinin tələbatını ödəyir və əlbəttə ki, bütövlükdə hakimiyyət orqanlarının işini nizamlayır. İlk növbədə söhbət tədris, səhiyyə, mədəniyyət və sosial xidmət sahələrində çalışanların əmək haqlarının artımından, təhsil, elm, səhiyyə sahələrində dövlət siyasətinin tətbiqi və təkmilləşdirilməsindən, vətəndaşlara dövlət və munisipal xidmətin çoxfunksiyalı mərkəzlərin xətti ilə təminindən gedir. Müvafiq fərmanların icrası üzrə müəyyən indikatorlar mövcuddur. Biz nəyi isə yerinə yetiririk, nəyi isə nəzərdən qaçırırıq. Bu əlaqədə ciddi söhbət aparmaq lazım gələcək deyə Ramazan Abdulatipov özünü toplaşanlara tutdu. Əmək haqlarının monitoringi büdcə sahə işçilərinin orta əmək haqqının 18.000 rubl olduğunu açıqladı. Respublika rəhbəri bu sahədə aparılmış monitoringin çatışmamazlıqlarını da qeyd etdi. Respublikada fəaliyyətə başlamış bir sıra uşaq bağçaları və məktəblərdə yerlər boş qalır. Tədris müəssisələrinin optimizasiyası gərəkdir. Müvafiq problem isə sentyabr ayının 1-nədək öz həllini tapmalıdır. Abdulatipovun sözləri ilə büdcə sahə işçilərinin əmək haqlarının artımını ödənişli xidmət hesabına da təmin etmək mümkündür. Misal üçün, ali tədris ocaqları müəssisələrlə müəyyən razılıqlar sayəsində işləri təmin edə bilər. Əhalinin dövlət və munisipal xidmətlə təmini ilə bağlı fərman isə nəzərdə tutulmuş müddətlərə yerinə yetirilir. 2015-ci ilin sonuna Respublikanın hər şəhər dairəsində və munisipal rayonunda 55 çoxfunksiyalı mərkəz istismara verilməlidir. Bugünə artıq 30 mərkəz fəaliyyət göstərir. Dağıstan rəhbəri Kommunikasiya və Rabitə Nazirliyinin işini müsbət dəyərləndirdi. Abdulatipov müşavirənin yekunları üzrə rəhbərlərin üzərinə düşən məsuliyyəti də açıqladı, onların cavabdeh olacağını da bir daha qeyd etdi. Hər il sentyabr ayının 3-də Dağıstanda terrorçuluqla mübarizədə həmrəylik gününə həsr edilmiş tədbirlər baş alır. Respublikanın Mətbuat və İnformatika Nazirliyində Nazir Aznaur Hacıyevin sədrliyi altında aparılmış müşavirədə müvafiq tədbirə hazırlıq məsələləri diqqət mərkəzində durmuşdu. Müşavirədə plan üzrə informasiya müşayiəti nəzərdə tutulan hər mövzu açıqlanmış, bir daha tədbirlər proqramı nəzərdən keçirilmişdir. Eyni ilə terrora qarşı problemlərlə məşğul bloger və jurnalistlərin Şimali Qafqaza, o cümlədən Dağıstana səfəri yekunları da müzakirə edildi. Mətbuat və İnformatika Nazirinin birinci müavini Zubayru Zubayruyevin məlumatına əsasən qonaqlar Beslanda olarkən müasir gənclərin 10 il öncə şəhərdə baş vermiş hadisələr barədə obyektiv informasiyaya malik olmadıqlarını aşkar etdilər. Elə buna görə də Şimali Osetiyanın hər məktəbində baş vermiş faciənin yaddaşlardan silinməməsi məqsədi ilə Beslan ağacı aksiyası keçirilir. Müşavirə iştirakçılarının fikrincə müvafiq aksiyanı Dağıstanda da təşkil etmək pis olmazdı. Axı ekstremistlər internet vasitəsilə Dağıstan gənclərinə də təsir göstərirlər. Zubayruyevin fikrincə hər şəxs müasir dövrün faciəsi olan terrorçuluğu unutmamalı, hər hansı vasitə ilə onunla mübarizə aparmağa çalışmalıdır. Aznaur Hacıyev müvafiq çərçivədə bir sıra tədbirləri bir qədər gec təşkil etmək təşəbbüsü ilə çıxış etdi. Yerli kütləvi məlumat vasitələri çox sayda məlumat axınını təmin edə bilməyəcək. Sentyabrda böyük miqyaslı bir sıra tədbirlər Respublikada nəzərdə tutulur. Dərbəndin 2000 illik yubileyi, seçki kampaniyası, Ağ Durnalar Həmzəyatov günləri və işıqlandırılması vacib bir sıra başqa tədbirlər deyə Hacıyev öz təşəbbüsünü bir daha səsləndirdi. Bugün vaxtilə Rusiya sualtı hərbi donanmasının flaqmanlarından sayılan Kursk atom sualtı qayığının
qəzaya uğramasından 15 il ötür. Gövdəsində raket və torpedolar yerləşdirilmiş Kursk sualtı qayığı 2000-ci il avqustun 12-sində Barents dənizində keçirilən təlim zamanı müəmmalı partlayış nəticəsində batdı. 118 hərbçi həlak oldu. Murmanskda, Kurskda, Rusiyanın bir sıra başqa şəhərlərində həlak olanların xatirəsi yad edilib. Bugünədəksə nəhəng atom sualtı qayığının qəzaya uğramasının səbəbləri ictimaiyyətdən gizlədilir. Dağıstanda çəyirtkə dəstələri ilə mübarizə məqsədli tədbirlərin təmininə 6 milyard rubl vəsait ayrılacaq. Xatırladırıq ki, 2014-cü ildə bu rəqəm 8 milyon rubl idi. Artıq iyun ayının 18-dən Asiya çəyirtkəsinə qarşı Koçubey köç heyvandarlıq zonasında gərəkli tədbirlər tətbiq olunur. 900 hektar kənd təsərrüfatı sahələrində zərərvericilər kimyəvi preparatlarla məhv edilir. Bu sahəli işlərə bir təyyarədə cəlb edilib. Mütəxəssislər istifadə olunan preparatların səmərəliliyini də yoxlayırlar. Zərərvericilərə qarşı mübarizə tədbirləri Respublikanın Taromov, Kizlər, Babayurt rayonlarında, Terik, Sulaq çayları hövzələrində və ətraf digər ərazilərdə Aqraxan yarımadasında da aparılır. Mütəxəssislər belə hesab edirlər ki, çəyirtkə dəstələri qeyd edilən ərazilərdən Kumtarkala, Xasavyurt, Kizilyurt rayonlarının sahələrinə də düşə bilər. Respublika Fövqəladə Hallar Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən Dağıstandan Donetsk və Luqansk Xalq Respublikalarının əhalisinə 6 ton humanitar yardım yola salınıb. Məktəb, tədris, dərman və tibb ləvazimatı, inşaat materialları, pal-paltar, ayaqqabı, ərzaq məhsulları daxil humanitar yardım yükü Rusiya Federasiyasının prezidenti nəzdində uşaq haqları üzrə müvəkkil Pavel Astakovun təşəbbüsü ilə toplanıb. Akuşa, Kazbekov, Xiv, Naqay, Tabasaran, Levaşi rayonlarının, eləcə də Kizlər, Xasavyurt və Mahaçqala şəhərlərinin müdiriyyətləri bu çağırışa qoşulmuşlar. Bir sıra ictimai təşkilatlar da geridə qalmayıb. Siz son xəbərlərə qulaq asdınız.